Bill Gates və Mark Zuckerberg'dən misal gətirə bilərlər ki, bu adamlar universitet diplomları yoxdur, amma dünyanın ən varlı insanlardan biridir. Amma məsələ orasındadır ki, bu adamların universitet diplomu yoxdur, yox. Bunlar Harvardda oxuyublar, bitirməyiblər sadəcə. Ayrılıblar. Burada bu adamlar yəni bu universitetə girə biliblər. Harvard kimi bir universitetə girə biliblər. Başa düşürsən? Buna girməsi belə bu adamın biliyinin nə dərəcədə yüksək olduğunu irəli gəlir. İndi bu və yaxud da digər səbəblərdən bunlar davam elətdirməyiblər, diplom almayıblar da. Burada artıq bir sənə məsələn universitet diplomu ilə universitet təhsili, bəlkə oradakı təhsili görüblər. Burası universitet diplomunu almayıblar da. Və yaxud da ki, çox güman ki, C-dən gətirəcəklər. Bu varlı insanlardan gətirəcəklər də. Bəzən gətirirlər axı, yəni o motivasiya videoları olurdu. O deyirlər, bu vacib deyil, bunsuz da bunu eləmək olar. Hətta Elon Musk'ın özünün də açıqlamaları var bu arada. Bəzi açıqlamaları qarşıma da çıxmışdı. Hətta səhifədə də paylaşmışdı bununla bağlı ki, o işə qəbul zamanı heç diplomu prioritet kimi götürmür də. Prioritet kimi götürmür. Mənim yanaşmamdadır. Sən yanaşmadadır.